Qobustan Olimpiya İdman kompleksində Jiu-Jitsu üzrə Respublika çempionatı və Assosiasiya kuboku keçirilib. Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının təşkilatçılığı ilə Jiu-Jitsunun Nevaza növü üzrə təşkil olunan yarışda 200-ə yaxın idmançı qüvvəsini sınayıb. Beynəlxalq Jiu-Jitsu Federasiyası tərəfindən təyin olunan çəki dərəcələri və bütün yaş qrupları üzrə baş tutan mübarizədə ilk 3 yeri tutan idmançılar fəxri kürsüyə yüksəliblər. Qaliblərə müvafiq olaraq qızıl, gümüş, bürünc medallar, həmçinin diplomlar və hədiyyələr təqdim olunub. Nəticələrə əsasən ölkəmizi beynəlxalq yarışlarda təmsil edəcək yığma komandanın tərkibi formalaşdırılıb. Bildiyiniz kimi bu növ dünyada çox populyar növdür və bunun versiyaları var. Bu versiyalardan biri bugün gördüyümüzdür. Burada var özünün müdafiə, var burada fighting tərəfi, var kontakt növləri. Assosiasiya özü də müəyyən islahatlar aparır. Bu yolda, bu yönündə əsas onu da deyə bilərəm ki, bizim növdən başqa Aikido, Kendo, Sumo və s. növlər də var və elə bir dənə o misalı gətirim ki, Assosiasiya ona nail olub ki, ilk dəfə Azərbaycan tarixində Sumo üzrə dünya çempionatı gələn il Azərbaycanda keçiriləcək. Bu da bizim Assosiasiyanın apardığı işlərdən, islahatlardan biri. Ötən ilin ortalarında biz Jiu-Jitsu üzrə Bakı birinciliyi keçirmişdik Sərhədçi İdman kompleksində və həmin Bakı birinciliyində artıq güclü idmançılar müəyyən olunmuşdu və hal-hazır ki bu yarışın keçirilməsinin məqsədi iki hissədən ibarətdir bugünkü yarış. Birinci hissəsi deməli rəsmi GGIF, yəni Beynəlxalq Jiu-Jitsu Federasiyası Nevaza üslubu üzrə keçirilən yarışdır. Bu yarışın məqsədi Azərbaycan yığmasını təyin etmək və gələcəkdə beynəlxalq yarışlarda biz yəni Azərbaycanı kim təmsil edəcəksə o idmançıları müəyyən etmək. Respublikada birinci yerə çıxdım. Respublikada birinci yerə çıxmamışdan qabaq çoxlu idman eləmişdim. Uşaqlarla güləşirdim və əlimdən gələni eləyirdim. İndi də bəhrəsini gördüm. Mən çıxmışam Avropada, Asiyada çoxlu çempionatlara və birinci yerdə almışam. Və biraz da gözləyirəm özümdən birinci, ikinci yerləri, üçüncü yerləri, amma həmişə də birinci yerə gələcəyik. Yarışın bu dəfə paytaxtın kənarda keçirilməsinin məqsədi regionlarda idmanın inkişafına və sağlam ruhlu gənclərin yetişməsini təmin etməkdir.